Maidə surəsinin 114-cü ayəsidir. Uca Allah həmin ayədə Həzrət İsa əleyhissalamın belə buyurduğunu nazil edib. Ey Rəbbimiz, bizim üçün səmadan bir süfrə nazil et. Həmin süfrə bizim əvvəlkilərimiz, bizdən sonra gələnlər üçün səndən bir nişanə olsun. Bizim üçün o süfrənin nazil olması bir bayram olsun. Məqsədim bu ayəni seçməkdə, əziz möminlər. Birincisi bu oldu ki, bizim bəzi bayramlarımız var. Biz deyəndə mən Əhl-i Beyt məktəbini nəzərdə tuturam. Əli övladı Əlinin tərəfdarlarını, məktəbini nəzərdə tuturam. Bəzi bayramlarımız olan kimi, kimlərsə haradansa peyda olurlar, bayramın qeyd edilməsini, məsələn, Məbəəs bayramı, Peyğəmbərə verilmiş Peyğəmbərlik günü, bayram keçirməyimizi və s. bu qismdən olan bəzi bayramlarımıza bidət damğası vurur və belə bayramların keçirilməsinin dinə zidd olduğunu təbliğ edirlər. Bir incəlik qeyd edim, diqqət etdinizsə bu ayədə süfrənin nazil olmasını Ulul Əzm, yəni 5 peyğəmbərdən biri olan Həzrət İsa əleyhissalam dedi ki, bayram eləyəcək. İndi sual çıxır ortalığa. Necə ola bilər ki, Peyğəmbərimizin, sonuncu peyğəmbərin peyğəmbər kimi göndərilməsini biz bayram eləyəndə və yaxud Əli əleyhissalamın Qədirxum hadisəsini bayram eləyəndə və yaxud da hansısa bir imamın mövludunu bayram eləyəndə biriləri peyda olur, bunu bidət adlandırırlar. Bəyəm Həzrəti Peyğəmbərimizin Peyğəmbər kimi göndərilməsi Həzrəti İsa'ya nazil olmuş süfrədən əskikdirmi? Hansı ki o Peyğəmbər ki, Həzrəti İsa əleyhissalam özü onun gəlişini xəbər verib. Bilirsiniz, Peyğəmbərimizin İncildəki adı Əhməddir. Allahümmə salli alə Muhammed və ali Muhammed. Deməli, bunu mən xüsusi olaraq qeyd etdim ona görə ki, əziz möminlər, bayramın söhbət dini bayramlardan gedir. Keçirilməsinin əhəmiyyəti, keçirilməsinin dəlili elə peyğəmbərlərin özlərinin sünnəsinə dayanır.